Salam uşaqlar. Bu dəfə trapesiyaya aid 4 dənə məsələyə baxacağıq. İlk məsələmiz belədir. Deməli bir trapesiya verib, trapesiyanın oturacaqları A və B-dir. Oturacağa bitişik bucaqların cəmi 90 dərəcədir və oturacağa bitişik bucaqların cəmi 90 dərəcə olarsa, isbat edin ki, x bərabərdir B çıx A bölünsün 2. X-dən nəyi ifadə etmişik? X-dən də ki, yuxarı və aşağı oturacaqların orta nöqtələri arasındakı məsafə. Yəni deyir ki, isbat edin ki, yuxarı və aşağı oturacaqların orta nöqtələri arasındakı məsafə B çıx A bölünsün 2-dir. İndi ilk öncə nə edək? İlk öncə bu 3 xətləri silirəm. Bu ümumi B-ni də silirəm və deyirəm ki, bu hissənin uzunluğu B bölünsün 2-dir. Digər hissənin də uzunluğu B bölünsün 2-dir, bərabər olduğundan. Sonra bu təpə nöqtəsindən, daha doğrusu bu yuxarı orta nöqtədən bir dənə xətt çəkirik. Necə bir xətt? Sol yan tərəfə paralel bir xətt çəkirik. Eyni nöqtədən sağ yan tərəfə də paralel bir xətt çəkəcəyik bu şəkildə. İndi uyğun bucaq olaraq burada alfa olmalıdır. Uyğun bucaq olaraq burada beta olmalıdır. Alfa ilə betanın cəmi 90 dərəcədirsə, o zaman bu bucaq da 90 dərəcə olmalıdır və bu qırmızı ilə işarə etdiyimiz hissə düzbucaqlı üçbucaq olacaq. İndi bu hissənin ümumi uzunluğu B bölü 2 idi. Yuxarı hissəyə baxaq. Yuxarı hissədə də belə bir uzunluqlar alınacaq. A bölü 2 və A bölü 2 olan uzunluqlar alınacaq. Niyə? Çünki bu orta nöqtə idi. Burada bir paraleloqram əmələ gəldimi? Bəli. O zaman aşağıda bu hissənin də uzunluğu A bölü 2 olacaq. Diqqətlə baxsaq, buranın bütün uzunluğu B bölü 2-dirsə, o zaman bu hissənin uzunluğu B bölü 2 çıxılsın A bölü 2 olacaq. Eyni qayda trapesiyanın sağ tərəfi üçündə keçərli olsa, bura A bölü 2 olacaq. Yəni bu hissə bir paraleloqramdır. O zaman burada B bölü 2 çıxılsın A bölü 2 olmuş olacaq. O zaman bu şəklə diqqətlə baxaq. Yəni bu ortadakı düz bucaqlı tuzağa diqqətlə baxaq. Düz bucaq təpəsindən hipotenuza median çəkilib. Çünki görürük ki, buranın da uzunluğu B bölü 2 çıx A bölü 2. Burada B çıx A bölü 2-dir. O zaman biz bilirik ki, hipotenuz, daha doğrusu düz bucaq təpəsindən hipotenuz çəkilmiş median hipotenuzun yarısına bərabərdir. Hipotenuzun da yarısı, yəni bu hissə, yəni və bu hissə bir-birinə bərabər olmuş olacaq. Yəni ki, x bərabər olmuş olacaq B bölü 2 çıxılsın A bölü 2-yə ya da B çıxılsın A bölünsün 2-yə bərabər olmuş olacaq. Məsələ də isbat olunmuş olacaq. Keçək digər məsələyə. Bir sahə məsələsi. Deyir ki, bir trapesiyanın, bu arada şəkildəki fiqur trapesiyadır. Bir trapesiyanın sol yan tərəfindən 2 dənə çıxan xətt gəlib digər yan tərəfin ortasında kəsişirsə, bu ştrixli hissənin sahəsi trapesiyanın sahəsinin yarısıdır. Şərtdə də vermişik. Deyir ki, bunu isbat edin. İlk öncə burada nə edəcəyik? Bu şəkli paraleloqrama çevirəcəm. Necə çevirəcəm? Sol yan tərəfə fikir verək. Bu nöqtədən keçən və sol yan tərəfə paralel olan bir xətt çəkirik. Bu şəkildə bir xətt çəkirik. Bu şəkildə. Və o xətti yuxarı oturacağın uzantısı ilə bir yerdə kəsişdiririk. Yəni xətti elə çəkdim ki, əslində yuxarı oturacağın uzantısı ilə bir yerdə kəsişsin. Yəni belə getsə, buralarda bir yerdə kəsişsə, tamam. Yuxarı və aşağı oturacaq fiqur trapesiya olduğundan bir-birinə paralel idisə, bura ilə burada bir-birinə paraleldir. Tamam. Bu iki dənə hissə bir-birinə bərabərdirsə, bu iki hissə də bir-birinə bərabər olmuş olur. Sonra, yəni bu nöqtə orta nöqtədə, bu nöqtədən keçən bütün xəttlər əslində yarı bölünmüş olurlar. Sonra bu bucaqla da bu bucaq qarşılıqlı bucaqlar olur. Nöqtə qoyduğumuz bucaq qarşılıqlı bucaqlar olur. Və nə görürük burada? 2 xətt, 2 xətt, 3 xətt, 3 xətt. Aradakı bucaq eyni.
Demək, TBT əlamətinə görə bu üçbucağın sahəsi ilə bu üçbucağın sahəsi bir-birinə bərabərdir. Tamam. Yəni ki, trapesiyanın sahəsi elə bu gördüyümüz paralleloqramın sahəsinə bərabər, bu gördüyümüz paralleloqramın sahəsinə bərabər olacaq. Niyə? Çünki buranın sahəsi ilə buranın sahəsi onsuz da eynidir. Bu trapesiyanın sahəsi nədir? Bu fiqur, üstəgəl bu quş işarəsi olan hissə. Eyni zamanda paralleloqramın sahəsi yenə bu hissə, yenə bu quş işarəsi. Yəni ki, bu sahə, yəni bu fiqur topla bu sahə həm trapesiyanın sahəsidir, həm də paralleloqramın sahəsidir. Tamam. Deməli, buradan bu nəticəni aldıq ki, demək, paralleloqramın sahəsi elə trapesiyanın sahəsidir. İndi bu paralleloqramın sol tərəfini ya da trapesiyanın sol yan tərəfini bir A ilə işarə edək. Bura olsun bir A. Sonra bu yan tərəfi biraz uzadaq. İndi biz bilirik ki, paralleloqramın sahəsi necə tapılırdı? Hündürlüyü vur oturacaq. Yəni ki, bu fiqurun bir hündürlüyü varsa, yəni bu paralleloqramın bir hündürlüyü varsa, bu şəkildə bir hündürlüyü varsa, bu şəkildə bir hündürlüyü qeyd edək. Fiqurun kənarında qeyd edirəm ki, o hündürlüyü fiqurun içində də yaza bilərik. Belə bir hündürlük də çəkə bilərik fiqurun içində. Ya da çəkək, məsələn, hər ehtimal qarşı. Buradan da çəkək o hündürlüyü. O hündürlüyə H deyək. Şəkil qarışmasın deyə əslində hündürlüyü kənarda çəkmişdim, eyni şeydir. Deməli, biz bilirik ki, paralleloqramın sahəsi ya da trapesiyanın sahəsi, bayaq eyni şey olduğunu dedik, A vurulsun H-a bərabərdir. Tamam. Bəs o ştrixli üçbucağın sahəsi nəyə bərabərdir? Bu hündürlük həm də üçbucağın hündürlüyüdür. Və biz də bilirik ki, üçbucağın hündürlük vur oturacaq, böl yarı olur. Böl yarı. Nəticədə nə olmuş oldu? Ştrixli sahə bərabər olmuş oldu. 2/1 vurulsun AH. AH nə idi? S trapesiya ya da S paralleloqram. Nə olur? 2/1 vurulsun S trapesiya. Və məsələ isbat olunmuş olur. Keçək digər məsələyə. Növbəti məsələdə bir trapesiya çəkilib, ixtiyari bir trapesiya, diaqonallar kəsişib. Kəsişmə nöqtəsindən bu işarələrlə də görürük ki, tərəflərə paralel bir X xətti çəkilib və bizə deyir ki, isbat edin ki, X bərabərdir oturacaqların hasili böl oturacaqların cəmi. İlk öncə nə edirik? İlk öncə deyək ki, bu trapesiyanın yan tərəfi həmin bu xəttlə M böl N nisbətində bölünmüş olsun. Ya da uzunluqları M-dən N olsun. Fərq yoxdur. Nə baş verir burada? Burada ilk öncə bu üçbucağa fikir veririk. Bu üçbucaqda oxşarlıqdan istifadə etsək, deyəcəyik ki, M bölünsün, M üstəgəlsin N bərabərdir, X bölünsün B. İndi isə bu üçbucağa fikir verək. Bu üçbucaqda oxşarlıqdan istifadə etsək, deyəcəyik ki, N bölünsün, M üstəgəl N bərabərdir, X bölünsün A. Və bu aldığımız bərabərlikləri alt-alta toplasaq, M plus N-də M toplansın, M plus N-də N bərabər olur M plus N-də M plus N, yəni 1. Bu da bərabər olur X bölünsün B toplansın, X bölünsün A. X bölünsün A. Sonra buna bir dənə ortaq məxrəc gətirsək, A ilə B-yə ortaq məxrəc gətirsək, AB. Sol tərəfdəki X-in şapkasında A yazacaq, AX toplansın, BX. Bu da bərabərdir 1. Buradan X-i ortaq çıxart, A üstəgəl B bərabər olur AB-yə və buradan da X bərabər olur AB bölünsün A üstəgəl B-yə və məsələ isbat olunmuş olur. İndi məsələyə bir dənə əlavə eləyək. Məsələn, burada X yox, məsələn, bu soldakı hissəyə baxsaydı, məsələn, bu da bir Y olsaydı, o da bir Y olsa. İndi bu hissə M və N nisbətində bölünübsə, sol hissə də M və N nisbətində bölünmüş olacaqdı və sol hissədəki Y-in uzunluğu da bu qaydaların hamısını keçsəydik, o Y-in uzunluğu da AB bölünsün A üstəgəl B olmuş olacaqdı. Yəni buradan aldığımız nəticə nədir? Bir trapesiyada
şəkli yaxınlaşdıraq bu hissədə. Bir trapesiyada, hər hansı bir trapesiyada diaqonallar kəsişsə, kəsişmə nöqtəsindən də yuxarı və aşağı oturacaqlara bir paralel xətt keçsə, o xətt sağ və sol hissələri bir-birinə bərabərdir. Kəsişmə nöqtəsindən sol və sağ bir-birinə bərabərdir. Bu nəticəni almış oluruq. Və bunlara aid oxşarlıqda bu tip suallar da düşə bilir. Məsələn, məsələn, fikir verin şəklə. Şəklin bax bu hissəsini rəngləyirəm. Bax. Ancaq şəklin bu hissəsinin və biraz bu şəkildə fırlanmış hissəsi düşə bilir suallara. Yəni necə? Məsələn, belə bir xətt çəkirəm. Deyirəm ki, belə bir xətt var. Bu yanda belə bir uzun xətt var. O uzun xətt bu şəkildədir. Yəni bununla bu bir-birinə paraleldir. Sonra sol yuxarı təpəni sağ aşağı ilə birləşdirib, sağ yuxarı təpəni sol aşağı ilə birləşdirib, düz xətt olsun. Belə bu şəkildə birləşdirib. Və buranın uzunluğu A, buranın uzunluğu B olsa, bizə deyir ki, bax, bu xətlərə paralel bu x-in uzunluğunu tapın. Yenə bu x-in uzunluğu AB bölünsün A üstəgəl B olur. Niyə? Çünki bu düstur, yəni bu şəkil, əslində elə bizim bayaqdan da isbat etdiyimiz şəkildir. Yəni bu şəkildə çevirsək, həmin trapesiyadır bu. Baxın, buradan da bu hissəni çəkəndən sonra fikir verirsiniz, bax, bununla bu bir-birinə paraleldir axı. Bir trapesiyada diaqonallar kəsişib, kəsişmədən yuxarı və aşağıya paralel bir x götürülüb. Aydındır. O x yenə də AB bölünsün A plus B şəklində tapılmalıdır. Və şəkli əvvəlki halına salsaq, yəni bu şəkil, belə bir şəkil düşsə, oxşarlıq məsələsində və bu hissə olmasa, desək ki, solda bir A var, sağda bir B var, ortadakı x necə tapılmalıdır? AB bölünsün A plus B düsturu ilə isbatı da az öncə etdiyimiz kimidir. Keçək o bir suala. Və ən maraqlı sual ən sonda. Deməli, bir dənə trapesiya çəkib və burada 4 dənə üçbucaq əmələ gəlib. Bizə deyir ki, isbat edin ki, soldakı və sağdakı üçbucaqların ağırlıq mərkəzlərini birləşdirəndə həmin aradakı məsafə bərabərdir tərəflərin, yəni oturacaqların cəminin 3-ə bölünməsinə. İlk öncə ağırlıq mərkəzi nə deməkdir? Bu sözü araşdıraq. Ağırlıq mərkəzi üçbucaqda medianların kəsişmə nöqtəsidir. Bunu unutmayaq. O zaman mən sol aşağıdan bir xətt çəksəm, M1-dən keçəcək şəkildə bir xətt çəksəm, sağ aşağıdan da M1-dən keçəcək şəkildə bir xətt çəkmiş olsam, keçmiş kimi düşünək, ya da bir dənə də çəkək o xətti, yenə də çəkək. M2-dən keçən bir xətt çəkirəm. Aha, keçdi deyək. Demək, M1-dən və M2-dən xəttlər keçirsəm, bu xəttlər median olmalıdır. Çünki ağırlıq mərkəzləri medianların kəsişmə nöqtəsidir. O zaman, şəkli biraz yaxınlaşdıraq. O zaman bu hissə ilə bu hissə bir-birinə bərabər olur. Bu hissə ilə də bu hissə bir-birinə bərabər olmuş olur. Çünki bu qırmızı xəttlər mediandır. Ağırlıq mərkəzindən keçibsə. Sonra bu yuxarıdakı iki xətti birləşdirirəm. Bu yuxarıdakı iki xətti birləşdirəndə bu üçbucağın orta xəttini almış oluram. Çünki bax, tərəflərin ortasından keçib. O zaman bu hissə də A bölü 2 olmuş olacaq. A bölünsün 2 olmuş olacaq. Bu uzunluq A bölü 2-dir. İndi biz bilirik ki, medianların başqa bir xassəsi var. O xassədən istifadə edərək biz bilirik ki, medianlar təpədən başlayaraq 2/1 nisbətində bölünürlər. Yəni sol hissə 2K və K-dır. Yəni bu M2 ilə ayrılmış hissələr 2K və K-dır. M1 ilə ayrılmış hissələr də eynən o şəkildədir. 2M ilə M olsun, məsəl üçün. Və sağda və solda nisbətləri eyni olduğundan biz artıq deyə bilərik ki, M1, M2 yuxarı və aşağı oturacaqlara paraleldir. Yəni bu xəttdə də paralel olur. Yuxarı və aşağı oturacaqlara paraleldir. Bunu artıq dəqiqləşdirmiş olduq. Və trapesiyanın əvvəlki videolardan birində isbat etdiyimiz bir xassəsindən istifadə edəcəyik. Hansı videodadır? İsbat 24
o xəstə üçün isbat 24 videosuna dönüb baxarsınız. Deməli, qayda belə olacaq ki, bu M1, M2 uzunluğuna bir x desək, biz bilirik ki, x-i tapmaq üçün nə etməliyik? B-ni bu hissəyə vurmalıyıq. BK toplansın. A bölü 2-ni bu hissəyə vurmalıyıq. Yəni, A bölü 2 vurulsun 2K və bölməliyik həmin o sağdakı hissələrin cəmi. Yəni, K üstə gəlinsin 2K. Və bu bərabərliyi hesablasaq, daha doğrusu bu ifadəni hesablasaq, nə almış olarıq? BK toplansın AK bölünsün 3K. Surətdə də K-nı ortaq vurub çıxardıb ixtisar aparsaq, nə almış olarıq? A bölünsün, A toplansın B bölünsün 3 və bununla da məsələ isbat olunmuş olacaq. Və bununla da trapesiyaya aid 4 dənə maraqlı isbat məsələsinə baxmış olduq. Növbəti videolarda daha maraqlı isbat məsələlərinə baxacaq. Sağ olun, izləmədə qalın.